Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Azərbaycanda çoxuşaqlı anaların pensiya yaşının uşaq sayına görə azaldılması məsələsi gündəmə gələ bilər. Xezər Xəbər az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib. Millət vəkili bildirib ki, xüsusilə 3 və daha çox uşaq böyüdən analara erkən pensiyaya çıxmaq imkanı yaradılmalıdır. Onun sözlərinə görə bu yalnız sosial rifahı yüksəltmək deyil, eyni zamanda ailə institutunun qorunması və möhkəmləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Hazırda ölkədə qadınlar üçün pensiya yaşı 64, kişilər üçün 65-dir. 2026-cı ildən etibarən qadınların da pensiya yaşı kişilərlə bərabərləşəcək. Lakin bu sistemdə sosial ədalətin təmin olunması üçün analara yönəlik güzəştlər nəzərdən keçirilməlidir. Xüsusilə çoxuşaqlı anaların erkən pensiyaya çıxması həm onların sosial müdafiəsini gücləndirər, həm də doğum səviyyəsinin artmasına müsbət təsir göstərər, deyə Vüqar Bayramov qeyd edib. Millət vəkili eyni zamanda vurğulayıb ki, bu model artıq bir sıra xarici ölkələrdə tətbiq olunmaqdadır. Məsələn, Fransa, Macarıstan, Polşa, Rusiya və bəzi Skandinaviya ölkələri kimi dövlətlərdə müəyyən sayda uşaq böyüdən qadınlar üçün pensiya yaşında güzəştlər mövcuddur. Bu cür yanaşma təkcə sosial dəstək mexanizmi deyil, eyni zamanda demoqrafik siyasətin bir hissəsi kimi həyata keçirilir. Ekspertlər də hesab edir ki, Azərbaycanda belə bir sistemin tətbiqi anaların çəkdiyi zəhmətin dövlət səviyyəsində tanınmasına səbəb olar və ailə institutunun nüfuzunu artırar. Bu, həmçinin ölkədə doğum səviyyəsinin stabilləşməsinə də müsbət təsir edə bilər. Gələcəkdə bu təklifin aidiyyəti dövlət orqanları tərəfindən müzakirəyə çıxarılması və qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ehtimal olunur. İctimaiyyətin bu məsələyə dair reaksiyası və dəstəyi isə onun həyata keçməsində mühüm rol oynaya bilər.